Gördüğünüz bu donun eteği kısaydı. Bunu açıp uzatacağıq bu qədər. Bu donun üstündə apardığım prosesi birlikdə sizinlə paylaşıram. Donun materialı cinsli, görürsünüz, elastikliyi çoxdur, cins parça olsa belə. Ona görə ilk öncə bunu qəşəng belə ütülürük, bu hissənin qırışığını açırıq. Bunun ətəyini pamoy maşına vursaq, bunun ətəyi belə dalğalı olacaqdır. Don ətəyi deformasiya uğrayacaqdır. Ona görə ilk öncə belə qəşəng ütülürük ki, bu qırış açılsın. Təbii ki, darta-darta ütülənir, dartmadan ütülürük. Gördüyünüz bu klivoyu 3 hissəyə böldüm. Nazik olsun deyə, çox qalındır. Bunu da yenə tikmədən öncə belə nazik qatla donun ətəyinə yapışdırırıq. Çünki yenə deyirəm, tikəndə dartınma olduğu üçün paltar deformasiya uğrayır. Deformasiya uğramaması üçün, dartınmaması üçün ilk öncə bunu belə qəşəng ətəyini yapışdırırıq ütü ilə. Ütüləyib bitirdik. İndi isə tikmə işinə keçmişəm. Nəticəni sonda paylaşacağım. Tikəndə belə yenə deyirəm, dartmadan tikilməlidir. Donun ətəyi dalğalı olub deformasiya uğramasın. Bu da nəticə. Gördüyünüz kimi donumuzun ətəyi hazırdır. Və nəticə super.